Salam mənim gözəl qızlarım. Bu günləri sizi özümlə Sədərəyə aparacağım. Birlikdə qiymətlərə baxacağıq. Temu bağlaması açacağıq. Digər bütün təzə aldıqlarıma baxacağıq. Evimizə aboy seçəcəyik və sair və ilaxır. Çox dolu bir vlogdur. Videonu sona qədər izləməyinizi təklif edirəm. Bəyənməyi də unutmamağınızı xahiş edirəm. Hörmətli iş yoldaşımla gedirik hara? Yemək yeməyə. Tropikalı yemək yeməyə. Birbirimize beğendik axır. Geyib çıxacaq. Piyadayıq. Bəli, nə riskin elədik, piyada getdik bilmirəm. Olur, indi yandıra bilərəm, amma gələndə mən bu yolu təzən qayda bilmərəm. Yediyimi yandıra bilmərəm. Yediyimizi yandırmamaq üstəcadır ki, bu yediyimiz bizi doyuzduracaqmı? O da sualdır. Yəni, sən üstündən də lahmacun yeyə bilərsən, potensial görürüm səndə. Amma yeri yoxdur. O yeməklərin dadı sənin ağzında qalmalıdır. İstidir, dəhşət istidir. Biz də hal-hazırda icra tərəfdən adımlayırıq restorana doğru. Pişə-pişə, pörtəşə. Qızlar, belə işlər. Siz nə edirsiniz, nə iş görürsünüz? Hadı budur. Bəli. Sonuna gəldik. Yeməyimiz budur. Dəyərmi, dəyməzmi? Siz daha qiymətləndirin. Yedi içdi, indi də kardiyo eləyirik. Göbüşümüz çıxır. Yediyimizi əridirik. Bəli, o qədər cürdü yedik ki, uca əritməyə başladıq. Xanım da ki, yuxun gəldi. Onu görə gəzdirəm ki, bax, şey olasan, nədadır, yuxun qaçsa. Karqom da var, hələ onu da götürməliyim. Gedim onu da götürüm. Görüm ki, atdıracağım bu günləri. O şey bloggerdir, məşhur bloggerdir, paylaşırıq. İnşallah. Bu günləri işlərim o qədər çoxdur qızlar. Ah canım, çox sağ ol. Arkadaşım beni destekliyor. O gün işlərim o qədər çoxdur qızlar. İnanırsınız, salona getməliyəm. Oradan kargom var, onu götürmə. Arkadaşımla kofe içməliyəm. Ayla bunları da işləyəndə səbəbim problem Allah'ın olsun. Elə biz işə gələndə nə edirik? Başım çıxmır onda. Ona da işləyirlər. Neyse qızlar, bay bay. Görüşürüz. Danış görüm, nətərsən? Nə istəyirsən? Danışsan. Yo, danışsan alacağım. Danışsan alacağım. İndi gələn. Özün. Bu günləri. Özün. İndi. Ata. Yavaş düşdür. Alacağım da istədiklərimi. İndi atam sen yoksa. Ölmüş oturmuşuq parkda. Tam bitti. Oğlunun da burnuna xal düşdü. Təmizlədik. Marujna ilə xal düşmüşdü burnuna. Necə keçdi bu günləri? Günün danış görək. Hara getdin? Mən də buradayım qızlar. Üstümü batırmışam mən. Yoxsa yox, necə? Batırmamışam. İşdən çıxmışam hal-hazırda. Gözləyirəm həyat yoldaşım gəlsin. Axşamdır. İş çıxışı adam yorğun olur. Bu nə da olsun? O miçe var yanında. Yanında miçe var. Hanı miçə? Balaca bir şey. Sıkılışıyor. Danışıyorum açılıqdan iynədir. Toğrul bugün açılıq mərkəzinə getmişdi. Kaç ederiz dedi. Atlara baxmağa. Bütün atlar gösterdi pustamı su dedim. Ha. Birisi geçerdi. Hı. O da domuzuydu. Donuz. Ama çok geçerdi. Domuz değil. Aha. Ha, çok geçerdi. Gel. Ata Çox. gəldi. Hem de Gedək kargomuz var. Onu da götürək. Sonra isə qaydırıq evə görək nələr almışıq. o da bir tane otak var. Perdeyle açsın. Nələr götürürlər oradan. Pardon. O şeyi top videosu nasıl yapalım? Ben onu ispat edebilirim. Axşamınız xeyir olsun. Gəlmişəm sizinlə bir yerdə kargolarımı açam. Temudan gəlibdir. Görək içərisində nələr var. Mən sizə demişdim ki, bu ayki maaşımın çox böyük bir hissəsini Temuda, Trendyolda xərcləmişəm. Bu da yeni bir Temu bağlamamdır. Birlikdə açaq, görək içində nələr var. Burada qiymətlərini də yerləşdirəcəm. İstəsəniz siz də baxa bilərsiniz. Həm qiymətinə görə, həm də adını falan baxıb Temuda özünüzə sifariş edə bilərsiniz. Mən məhsulları keçən dəfə də qeyd elədim. 10-15 gün ərzində çatdırılma eləyirlər deyə elə zakaz edirəm ki, istədiyim vaxtı geyinə bilim. Artıq uzun müddət
müddət üstündən keçdiyinə görə demək olar ki, bəzi sifarişlərimi yenə də unutmuşam. Bir yerdə açaq görək bunun içindən nə çıxır. Burada işdən elə yorğun gəlmişəm ki, sadəcə karqonu açmalıydım, videonu çəkməliydim. Ona görə dedim ki, qoy açım. Ona görə videoda biraz yorğun düşə bilərəm. Əgər belə görünürəmsə, üzürlü sayın. Hal-hazırda hər şey qaydasındadır. Bu məhsul çanta saxlayandır. Şkafda çantalarınızı qoymağa rahat yer axtarırsınızsa, bu məhsul sırf onun üçündür. İndi təəssüf edirəm ki, niyə bundan bir ədəd almışam? Gərək ki, 2 ədəd alardım. Həqiqətən də işimə həddindən artıq çox yaradı. Mən sizə bunun qiymətini də qoyacağam və material da çox yaxşı idi. Mən çox bəyəndim. Bu isə ikinci aldığım məhsuldur. Bunu da çox bəyənərək sifariş etmişəm. Buna sadəcə ağ mayka zakaz etməliyəm və yaxud da buradan ağ mayka almalıyam ki, ondan sonra rahat şəkildə geyinim, hər yerdə istifadə eləyim. Çox modlu görsənir. Son vaxtlar aldığım geyimləri normal şəkildə geyinib paylaşa bilmirəm. Səbəbi işdən biraz yorğun, biraz da ümumi iş çoxluğundan irəli gəlir. Onu da bu yaxınlarda həll edəcəyik. Hər şey düşəcək qaydasına. Bunun da yenə şəklini qoyacağam. Mən S razmer zakaz eləmişəm. Ümumiyyətlə materialı yaxşıdır. Yəni ki, ümumi mağazada satılan material necədirsə, bu da elədir. Pambıq material deyil, yəni, amma onu deyim ki, yəni hava keçirdir. Əsl yay havası üçün uyğundur. Mən deyərdim ki, öz razmerinizi alın. Mən S razmer sifariş etmişdim və mənim əynimə çox yaxşı oldu. Mən bəyəndim. İndi isə keçək digər sifarişimə. Gəlin görək bunun içərisində nə var. Bu da yenə qiymətini və ümumi haqqında məlumatı deyirəm sizə. Çox maraqlı, qəşəng məhsuldur. Əgər siz də istəsəz, evdə hansısa şifanyerə və yaxud da qapıya yerləşdirə bilərsiniz. Saxlama qabı kimi bir məhsuldur. Bunu da yenə mən qapıdan asmışam. Qapıda asıldığı halda daha rahat olur. İstədiyiniz hər hansı xırda-xuruş məhsulları yerləşdirirsiniz bura. Mən ikinci hamamın qapısından asdığım üçün mənə heç bir maniçiliyi yoxdur. Əksinə ora bəzi zibil kloklarını qoyuram, fenləri qoyuram, lazım olmayan 1-2 əşyaları qoyuram. Siz də istəsəz mənim kimi edə bilərsiniz. Həm ümumi səliqə üçün yaxşı olur, həm də belə yığcam bir əşyadır. Həddindən artıq yer tutmur, ortalıqda qalmır. Və keçək növbəti sifarişlərimizə. Bu ayaqqabını mən çox görürdüm. Bunu mən tapçıqa formatında da görmüşdüm, ayaqqabı formatında da. Mən bunu sifariş etdim və ayağıma giyindim. Material çox yumuşaqdır. Həqiqətən də insanın ürəyi gedir. Ancaq müəyyən vaxt ayağa geyinəndən sonra sağ tərəfdən ayaq vurur. Sağ tərəf dediyim, yəni mənim ayağımda sağ ayağımın sağ tərəfi vururdu. Qıraq tərəfləri biraz incidir. Bilmirəm, hamıda belə olur, yoxsa təkcə mənə aiddir. Bunda da yenə hərə öz ölçüsünü ala bilər. Ayaqqabının razmeri məndə 36-dır. Bunda elə 36 razmer vurdum. Ayağıma ideal şəkildə oturdu. Sonra keçək növbəti sifarişimizə. Görək burada başqa nə var. Pişik üçün belə bir çanta almışdım ki, onu ora-bura daşımağa istifadə edərəm. Çünki bizdə qiymətləri hədsindən artıq bahadır. Onu da deyim ki, bizdə olan çantalar daha balacadır. Bu çanta həddindən artıq böyük gəldi. Əslində bunu qaytara da bilərəm. Yəni normalda çox böyük çantadır. Fikirləşirəm ki, bunu necə istifadə edeyim. Ancaq sonra deyirəm ki, yox, qaytarma. Nəysə ikisinin arasında gedib gəlirəm hələ ki. Bəlkə qaytardım, bəlkə qaytarmadım. Belə. Ümumi bunun da deşikləri var. Rahat şəkildə pişiyin hava almasına kömək edir. Əgər böyük pişiyiniz varsa, ürək rahatlığından istifadə edə bilərsiniz. Sadəcə mənim pişiyim biraz balacadır. Ona görə də mənə biraz çox böyük gəldi bu. İstəsəz kürəyinizə asıb özünüzlə parkda da gəzdirə bilərsiniz. İstəsəniz belə ümumi əlinizdə də gəzdirə bilərsiniz. Məhsul özü keyfiyyətli məhsuldur. Yəni keyfiyyətində heç bir problem yoxdur. Rahat şəkildə istifadə edə bilərsiniz. Keçək indi növbəti məhsullarımıza. Belə zamoku da bağlanır. Zamokundan da heç bir problem yoxdur. Rahat şəkildə arxaya, qabağa itələyib bağlaya bilərsiniz. Burasında 3 deşiyi var. Kənarlarında yenə 3 deşiyi var. Bunun da linkini qoyuram. Kim istəsə özünə ala bilər. Pişikləriniz böyükdürsə, lap rahat şəkildə bunun içərisində gəzdirə bilərsiniz. Onu da deyim ki, kənarda cibi olduğu üçün istəsəz onun içərisində yeməyini, suyunu da apara bilərsiniz. Bir fikirləşirəm ki, saxlayım. Bunu da pişik böyüyəndə işlədərəm. Onsuz da çox tez böyüyürlər. Sonra deyirəm ki, əşi böyüməyinə hələ çox var. Rəydə yazın görək sizcə qaytarım, yoxsa
yoxsa bu qalsın? Bəyənirsinizmi Temu sifariş videomu, yoxsa bəyənmirsiniz? Rəydə yazın görək. Ümumiyyətlə isə sifariş verən zaman həmişə fikir verirəm ki, məhsulların rəyləri haqqında nələr yazırlar, bəyənirlər, bəyənmirlər. Mən də ona uyğun olaraq sifariş verirəm. Sizə də məsləhətim, sifariş verməzdən öncə mütləq rəyləri oxuyun. Sizə ən sonuncu sifarişimdir. Bu nədir desəniz, indi açıb onu da sizə göstərəcəm. Bir şəkildir. Hansı ki, evdə uşağı tərbiyə eləmək istəyirsinizsə və bunu əylənərək etmək istəyirsinizsə, bu vacibdir. Belə bir şeydir. Tuvaletin üstünə yapışdırırsınız və uşaq o tuvaletin şeyini basır, sifonu basır ki, tuvaletin suyu getsin. Belə bir şirin bir şeydir. Yapışdığında da ətraflı göstərəcəm. Oldu. Qəşəng oldu əslində. Burada zamoku da var. Havlanması üçün deşiklər də var. Üstündə də var. Qıraqlarında da var. Rahat şəkildə hara istəsəniz özünüzlə gəzdirə bilərsiniz. Linkini qoyacağım, istəsəniz alarsınız. At çıxsın oradan. Açsa zamokun axıra qədər olsun. Zamok o qədər deyil, hə? Yaxşı. İçərisi maraqlı cəhət deyəsən onu. Toru, hara getdin bala? Axşam gəzintisinə çıxmışıq. Hava qəşəngdir. Sakit hava var. Ayağımız yerə tez sunma. Velosipedini götürün. Nə axtarsan? Ürəyim, onları qırmaq olmaz ya, ana qurban. Səni gəlib tutub aparacaq. Ömrüm, gəl birini gətir anaya, bəsimdir. Ürəyim seni qurban olsun. O şaq oluyor ömrüm, şaq ol. Keçən ömrüm. Necə romantikdir bu oğlan. Amma sən onları qırma da, çalış. Yerdə bitənləri qırır. Bunları bəzək üçün əkiblər. Qarğalar icras edir millət. Gəl də atam, velosiped sürməyə çıxma. Əla sürücüm var. Sağladım aşağı. Ne deyirsən? Sağladım. Yavaş toxuşmaq olmaz ha. Yenə sən bunu düşürməyim. Başım, sancı. Benim metren ki. Ya sür ya düş, mən sürüm. Sen söylüyorsun. Niyə sürmürəm? Elə qəşəngdə sürürəm ha. Üstü açılmasın. Mən sürürəm. Torla otur. Oturana qızım, otur. Sür. Ana sürücülük eləyir. Atdoşun ana. Afto sen merkezi. Saklama takılırsak. O olacak da ben sürürüm. Yox. Ben niye sürmüyorum? Beyazdan sən sürürsən. Gel atamın yanına çarpsan ben sürürüm. Ben. Sen böyle 2 dakika sürürsün. Əla da, güzel deyil, sevilərsiniz. Əgər maşın sürmək eşqinizə düşsə, gəlib biriniz bunu sürə-sürə maşını sürə bilirsiniz. Hər dəfə evdə olanda axşamlar düşürük demək olar ki, parka, parkda həmin o maşını sürürük. Qiyməti 3 manatdır, Sumqayıt bulvarıdır. Burada isə böyük maşınlar var. Yoldaşım sürməyə gəlmişdi. Səhv etmirəmsə 3 dəqiqəsi 5 manatda bu normaldır. Ümumiyyətlə, arada insan özünə fərqlilik etmək istəyirsə, məncə biraz xırda məbləğlərdə ödəyib başını qata bilər. Məsəl üçün bizim kimi həqiqətən də çox xərc çəkmədən başımızı qatırıq. Bu isə Su böyle fırlanır adam. Kaykayın üstünde. Sonra hoppanır, sonra özü şeyde fırlanır, sonra onun ayağının üstüne koyucusunda sonra düşür yere. Sürətlə gedir, sonra yine eləyir. Lepçi var belə. Ya burada kaykay var da düzdür. Oradan böyle sürətli gəlir, belə çıxır yuxarı gəlir. Belə sürətlə gəlir, çıxır yuxarı gəlir. Sonra ən axırda belə hoppanır, sonra fırlanır diyanır. Üstünə düşür, hoppanır. Geçişən gəlmişik marketə. Gərək nə tapırıq yeməyimizə, gərək. Onlar jelibondur. İndi sən həkimdən çıxartmışam. Nə? Getsən, sən get. Sən get görək nə etsin. Adi su istəmirsən?
Bu da gözü gerdanlıdır. Aha, gəlim dalınca. Konfet yerinə girmədi Ayt oğlum. Mən burada səninlə nə danışıram, sən nə edirsən? Ben götürmedim. Üstlerim götür, sen de üstlerim. Elif onların hamısının pulunu ödəməliyik axı. Onları niyə yığırsan Elifə? Nə gözəl, həsxanadan çıxmışıq, gəlmişik oturmağa. Prosto buralar biraz sərgəsizdir. Gəl otur, mən buranı silim, oturaq. Nəm salfetka var əlimdə onsuz da. Gözlə. Dənərimiz var, çoxlu ətlərimiz var. Bu da qarışıqdır. Kalbasalarımızdan var. Var, şaşka da var. Tut şunu yeyim sən. Bu da yağdır bu. Yağ var, süd var, süd var. Qəsrandan çıxmışıq qızlar. Gəlmiş oturmuşuq parkda. Biraz Parkda dincələk, sonra durub Parkda gedəcəyik evə. Bak böyle. Yaxda yaxınlıqdakı həyətdə oturmuşuq dedim. Vay, gərək bütün nöqtəsinə qədər deyəsən. Parka gedəcək də, Cürəməli parka gedək. Parka indi birazdandan da. İndi bu dəqiqə yox. Hə. Hə, obşum qızlar belə. Qapı, Gəldik. Bu beydadaşın onurğasına yenə dedilər ki, əyridir. Müalicə lazımdır. Belə obşum. Biraz əziyyət, biraz zəhmət. İnşallah düzələr. Pendi. Qarmızı çəkirəm. Bir dənə Toğrul bəyə su almışıq. Bir dənə belə Adi su da alıblar. quru salfetka almışıq əlimizi silməyə. Bir dənə simitimiz var. Sonra bu nədir? Bunun içində bir dənə börək var. Bir dənə də Bir dənə də başqa şey var. başqa cür var. Baxın bunlar. Pendi. Sonra nə almışam? Bir dənə. 2 dənə belə sadə su almışam. Bəli, birisi mən, birisi onu atam. Bəli. Sonra da nəm salfetka almışam ki, əlimizi silək. Full bakavoy hazırıq, harasa getmək. Bir dənə də bu. Hə, bunu da almışam, qəşəngdir. Tontiş, renkli. Gözəl renkləri var bunların, xoşuma gəldi. Bir dənə də bu. Maviş. 2 dənə də suyum var. Gördüm ana qurban, gördüm ürəyim. İndi bundan verim yer. Bunun üstündə oturaq da hələ. Otur. Mən Toğrul. Sən bu 2 dənəsini yesən, sənə 5 düşəcək. Ala. Bunu 2 dənə. 2 dənə də, biri budur, bir dənə də başqası. Ətdi. Hə, ətlidir. Ala bir dənə dişdə bax. Bu bir dörməkdir. Biz restorana gedəndə həmişə istəyirsən. Bax da dadına bax hələ. Pendi. Pendirisi yox idi, ətlisi vardı. Tut. Onda 2 dənə. Tut bir dənə dişdə də yoruldum. Tut dişdə ürəyim, tut dişdə. Qodan olaram sən. Olsun nə verdi? O birisi nədir? Bunu ye, sonra simit də yeyərsən. Bunu ye. Evə gəldim, yemək bişirirəm. Qaynatam da bizdədir, bildiyiniz kimi. Dişlərini çıxartdırır deyə biraz ona görə də ekstradan iş görməli oluram. Normalda quru yemək yeyib və yaxud da salat eləyib başımızı qatsaq da, indi qaynatam bizdədir deyə soy yemək eləyirəm ki, evdə yemək olsun həmişə. Çünki xəstəxanaya getdiyimiz üçün buralara dəymədim. Dedim, gedim əsas xəstəxana işimi həll edeyim, sonra gəlim. İndi başlayaq ev işlərini görməyə. Toğrulun sənə sünnətləri buradadır. İndi onu da aparıb qoyacağım yerinə. Belə qızlar, yemək bişirməliyəm. Qaynatam dişini çıxartdırıb, ona görə ona su bişirmək istəyirəm. Belə xırda doğramışam ətləri ki, ətlər də böyük olmasın, dişlərini incitməsin və qaynasın bu. Ondan sonra soğanım, kartofum, hər şeyim hazırdır. Ben qalıb ki, bişirmək. İnşallah pişirim. Bir de burada lobya doğramışım. Bunu da bişirəcəm. Çünki heyifdir də, yəni bişirilməlidir, o doğranıb duracaq. Ondan da sonra onu da qoyalım. Özümüz yeyərik. Böyle. Siz nə edirsiniz? Xaladan kimi içi də təmizlənməlidir hələ. Deməli qızlar, evi təmizləmişəm. Qalıb bir dənə bu otaq. Yemək falan bişirdim, yedi elədik. İndi bu otağı yığışdırmalıyam. Prosto buradakıların hamısını video çəkəcək yığışdırmalıyam. Çünki məhsul açılmadı çoxu. Ona görə belə dağınıqdır. İndi deyirəm, durum ayağa. Birinci taxtın üstünə keçirməli olduğum məhsulu açım. Sonra keçim o birisini açım. Sonra o birisini yavaş-yavaş tərpənim. Çünki bir otur nereye kadar alınmır belə. Ona görə dururam ayağa. Başlayırım işlərə. Maraqlı görsən belə video çəkmək. Siz necəsiniz? Nə iş görürsünüz? Nə yeyirsiniz? Mənim qızlar, işlərimin çox hissəsini görmüşəm. İstəyirəm sizə də göstəreyim. Görün necə alınıbdı.
Minnoş da öz keyfindədir. Taxtın üstünə olan o örtüyü sərdim. Belə görünür. Instagram üçün videosunu çəkdim, paylaşaram. Toğrul üçün də eyni məhsuldan almışam. Hansı ki su keçirtmir və əsas da elə toğrula lazımdır. Bizim yəni ehtiyacımız yoxdur. Biz toğrul gələndən görənə lazım olur bizə. Ona görə elə orada aldım, burada aldım. Bu sırf ona görədir ki, kravatın üstündən su keçməsin. Və klyonka sərmək alınmır. Juday klyonka dövrü deyil. Bu belə materialdır ki, həm xıcıldamır, həm də ki belə rahat olur. Sonra Toğrul atası getdilər həyətə. Toğrulun velosipedi xarabdır. Getdilər onu düzəltdirməyə. İnşallah ki, salamatçılıqla düzəldib qutararlar. Qaynataşqam da həyətdədir. Göndərdik, o da getdi həyətdə gəzməyə. Bu günlər bütün günü gəzməmişdi. Deyir, qoy bu günləri biraz gəzim. Dedim, gəz, ay kişi, gəz. Gəz, biz də görək evi yığışdırıb qutara bilirikmi? Biz deyəndə mən bacı. Hamı gedir, istirahət edir, gəzir, əylənir. Bir də mən bəyquş, bu ev bir də mən. Qalmışam arada. Düzənləyib qutara bilmirəm ki, bu evi bir dəfəlik mən də daha üstü boşluq alanda gedim özüm üçün dincəlim. Bir stəkan çay qoyum deyirəm. Çay içəcəm. Eləyim başqa işlərimi. Necə baxırsınız? Onda dibində su viramızı qalıb. Amma yəqin ki, bəs yeyər. Böyle. Qabların bəziləri yumuşam, bəziləri qalıb. Bunun da 9 dəqiqəsi qalıb. Qutarsın, bunu da eləyim. Bu da pişik üçün aldığım çantadır. Belə bir şeydir. Atım onu da otağına. Düzdür, böyükdür. Yəni həddindən artıq böyükdür. Pişik bəlkə bir 2 yaşında da məncə girə bilərdi bu sumkaya. Biraz böyüyünü almışam elə bil. Özüm də fərqində olmamışam. Biz də alanda elə bilmişəm ki, normal ölçüdür. Aldım, gətirdim. Temudan da daha doğrusu, yəni aldım, gətirdim deyəndə Temudan gəldi, bu boyda çıxdı. Bu da ben Kandrabas'ta. Böyle kızlar. Bu ikisi yuyulacaq. Bunlar buradadır. Qalanımız yuyulubdur, təmizdir. Bu yenə düz divara dırmaşır. Buradakılar da maşındaşlar yuyulub deyəsən. Bir dəfə də qoşum 15 dəqiqədə suyu çəkilsin. Sonra şu. Belə qoşmayayım. 19, 13. Bu ancaq suyunu çəkir. Böyle. Həftə sonu, həftə içi demeden işlərimizə devam edirik. Burada da aslası bir-iki paltarlarım vardı. Dedim heç olmasa onları da asım qalmasın. Çünki hava günəşli olanda evin işlərini bitirmək çox yaxşı olur. Həqiqətən də axşama döndü insan elə bil biraz yorulur. Həm də hava günəşlidir deyə paltar da tez quruyur. Mən də astım ki bir dəfəmlik tez qurusun. İşlərimi bitirən kimi onları da yığım. Son vaxtlar ümumiyyətlə bilmirəm videolarım necə çıxır. Həqiqətən də mənim çox vaxtım olmadığı üçün maksimum şəkildə sadəcə video paylaşmağa çalışıram ki, kütləm getməsin, nəzarətdə olsun. Amma növbəti videolarımı daha belə estetik, daha maraqlı çəkəcəm. Bilmirəm sizin üçün estetik video maraqlı olur, yoxsa elə gündəlik həyat. Yəni normalda gündəlik həyatımızı necə yaşayırıq, məncə elə çəkmək yaxşıdır. Çünki insanlar onsuz da estetik videolara çox baxır. Başqalarının daha yaxşı həyatına baxıb həsad aparmaqdansa gündəlik məncə həyata baxıb başa düşmək lazımdır ki, hamı ilə eyni cür yaşayır. Yəni heç kimin biri-birindən fərqi yoxdur. Məsəl üçün mən bəzən baxırdım daha yaxşı olanlara əsəbləşirdim. Fikirləşirdim ki, o məndən daha şanslıdır, daha yaxşı həyatı var. İndi isə düşünürəm ki, hərənin öz qisməti. Və son olaraq həyata düşürəm. Az qalsın 20 dənə video çəkmişəm. Demək olar ki, videoların hamısını editləyib paylaşmaq lazımdır. Düşün biraz da gəzim, başım qarşısın, yoruldum jünorsuz. Həqiqətən elə yorulmuşam ki, dəhşətizm. Bu da Temudan aldığım ayaqqabıdır. Baxın necədir. Biraz Toğrul parkda gəzsin dedi, çünki velosiped sürməlidir. Ayaqlarında problemi həll etməkdən ötəri. Biraz da burada vaxtımızı keçirdirik, sonra isə gedəcəyik restorana. Gedə görə restoranda nələr var. Bu restorana birinci dəfədir gəlirəm. Heç vaxt yuxarı mərtəbəsinə çıxmamışdım. Gəldi ki, özümüzə çay zakaz eləyək. Toğrul bəy elə özünü öldürdü ki, acam deyə gəldik. Məcburan yemək də yeməli olduq. Yemək dediyimiz əslində kartof fri zakaz elədik və qutab.
Toğrul da sağ olsun yatdı. Yemək gələnə qədər biraz soyuq külək vurdu, onu yuxu apardı. Ona görə atası məcburən biraz ağzına yedizdirməyə belə uzanan yerdə çalışır, ancaq deyəsən alınmayacaq. Sizin də uşaqlar havalar dəyən kimi onu yatızdırır, yoxsa yox. Qutablarımız da gəldi, biraz da qutablarımızdan yeyək, sonra isə qayıdaq evə. Çünki hava burada çox sərin idi. Onu da deyim ki, biz yedik, içdik, qurtaranı yaxsın, Toğrul artıq yatdı. Məcburən atası getdi, maşını götürdü, gəldi, bizi təkrarən götürəsi oldu. Əslində isə belə olmamalı idi. Toğrul bəy sağ olsun. Bugün isə sizi özümlə Sədərəyə aparıram. Xoş gördüm hər birinizi. Gəlin gedək görək Sədərəydə bu günləri nələr tapırıq. Bugünkü məqsədimiz həm aboy almaqdır, həm də ümumi Sədərəydən lazım olanları almaqdır. Gəldik, çıxdıq sonunda Sədərəyə, görək nələr var, nələr yoxdur. Biz bu günləri aboylara baxacağıq, bir də balkonçu stolsula baxacağıq. Görək nə tapırıq. Qiymətlərini də çarşıdım sizin üçün soruşum, çəkim, paylaşım. Yerlərini də, ünvanlarını da soruşacağım. İnşallah ki, istədiyim kimi seçə bilərəm videolarımı. Bu gönül ona torpil geçiyor. Sədərəyin çöllərinə. Gedək ilk olaraq Novxanın veşlərini alalım. Ondan sonra keçək, necə lazım onları almağa. Mikrofonumu yadımdan çıxıb götürməmişəm. Mikrofonsuz səsim necə düşür bilmirəm. Gedaşım, seçirəm sən. Birinci bazarlığımızı etdik. 81 manat pulla burada pul xərcləmişik. Videoda sizə qiymətləri də göstərmişəm. Siz də istəsəz almaq biləsiniz. Bura mağaza, deməli topdan satış pərakəndə. Nömrəsi yoxdur mağazanın. Gəldik, çıxdıq aboy yerinə. Görə indi burada qiymətlər necədir. İstədiyimiz nəysə var, yoxsa yox. Əsas Novxanın veşlərini aldıq. Biz gəzək aboylara baxaq. Qiymətlərini də yenə çalışacağım sizin üçün çəkim maraqlı olsun deyə. Dekorda fərq olmalı. Dekor nəyə görə deyil? Hərəsi 22 manatdır da. Yəni belə bir dənəsi şey. Hədə yandı. Sual da onu verirəm sən. Hava dəhşət istidir. Buralara gəlmək fikriniz varsa biləsiniz. Gəlməyin. 2 manata satdılar bunu. Çox bahadır. Soyurlar adamları. Sədərəyə gəzib, ürəyimiz istəyən aboyu tapıb, ala bilməyib, qayıdırıq. Çünki bizim istədiyimiz aboydan qalmamışdır. Gedirik öyə. Daha doğrusu müştərilər var. İnşallah ki, müştəriləri yer yurt eləyək, sonra təzdən Sumqayıta baxacaq. Getdik, Novxanı yığışdırdıq. Ən sonda isə gelirik yemək yeməyə. Səhər saat 9-dan yediyimiz yeməyin üstündəyik, ölürəm acından. Bəzən dözümlülüyüm çox yüksək olur, bəzən isə həddindən tez yoruluram. Axır ki, oranı da qurtardıq, yeməyimizi də yedik, indi isə gedirik Sumqayıtdan aboy almağa. Çünki aboyu bu gecə almasaq, həqiqətən də qalacaq. Ümumiyyətlə, bundan sonra heç ala bilməyəcəyik. Mənim həyat yoldaşım bir sözü dedisə, onu etmək lazımdır. Etmədisə, o işi itir. Buradan aboyumuzu aldıq, sonra isə keçdik Yuska. Burada da qiymətləri çəkirəm sizin üçün. Şamdan. Qəşəng göstərəsin. 3 manat 50. Ən sevilən yerlərdən biri. Yeni gəlmişik Yuska. Keçən dəfə aldığım stolu dəyişirəm böyük ölçüsünə. Görək nə çıxardırıq. Maraqlı cüzdanlar var. Cülalanlar kimi də.
Aldıqlarımızı bagaja qoyduq, mağazaya getdik, sonuncu qarpızımızı aldıq, çünki yaydı, hava istidir. Koyduğun 100% dağılıb. İçində sok vardı. Şakaydı. Qəşəng göstərir. Səliqəli. Sonra o birisini də açım, zəhmət olmasa onu da baxaq. Baxın materialına. Yaxşıdır. Havan yəni Zeynə uyğundur. Qəşəng də özdə. Səliqəli viddi fasonlu bir şey oxşuyur. Köynəyini aç görək. İşə geyinməyə yaxşıdır. Ora bura harasa. İşə də geyinir. Qəşəngdir. Tanız xeyir olsun. Gəlmişəm işdəyəm. Rahat vasitəsilə getdim mağazaya dəydim. Gəldim. İndi aldıqlarımı sizə göstərim. Çünki ev içində başım qarışıq olur. Hal-hazırda otaqda içim yoxdur. Deməli bir dənə ramaşka çay almışam. Bunu klubdan çıxartmıram da nəyin çıxardım. 1 manat 20 qəpik, yox 1 manat 40 qəpik almışam. Ballı ramaşka çayıdır. Ona görə almışam ki, arada belə içmək bir bədəni təmizləyir. Sonra qarqudali almışam. Yoldaşım o günlər istəyirdi. Nəsə belə yaman ürəklə istədi. Dedim alım. Bir ədədini 50 qəpik almışam. Sonra bizdə Novxanda da milçəklər olur. Evdə də arada milçək olur. 2 dənə milçək öldürülmüşəm. Bir ədədi 70 qəpiyə. Rəngi qəşəngdir, xoşuma gəldi. Bundan almışam. Bir dənə çitos almışam yoxlamağa. Video çəkəcəm. Yəqin ki, qısa video. Qutab almışam nahar yeməyinə. Bir ədədi 50 qəpikdir. Klor almışam. Bolu bəyin tumanlarını ancaq bununla təmizləmək olur. Sonra bir dənə belə sabun gördüm, təzədir. Gözümə yəni təzədəydi. Bilmirəm da normalda təzədir yoxsa, amma mənim üçün təzədir. 75 qəpiyə idi deyəsən. Torlun paltarlarınız adını, arada tumanlarınız adını, yumağa corablarını. Bir dənə belə bir saqqız almışam. Qutabdan sonra çiynəmək üçün. Və çəklər. Bugünkü repertuarım bu qədər. İndi yeməyimizi yeyək. Sonra evə gedəndə qalanlarını istifadə eləsəm, çəkərəm sizin üçün videosunu göstərərəm. Siz nə edirsiniz, nə iş görürsünüz? Bu günləri həftənin 3-cü günüdür qızlar. 3-cü gündən sizləri salamlayıram. Bunları qoyaq qırağa, qarışmasın. Qoşu yokumuzda qoyaq qırağa. Böyle.